Bu sualıma bilmirəm necə cavab verəcəksən. Bax, tam səmimi deyirəm. Qorxunuz Mən var mı? şəxsən o fikrin tərəfindəyəm və mən bilirəm ki, bu mövsümdə hakim qərarları çox önəmli rol oynadı. Yəni hakimlərin dartdığı oyunlar oldu. Hansı ki, hakimlər Sabahın da xeyrinə bir çox qərarlar qərarlar verilib. Bəzi komandalar var ki, onların həm lehinə, həm əleyhinə açıq-aşkar qərarlar verilib. Məsələn, adi bir vəziyyəti deyək ki, kubok oyununda mən həmişə Zirənin də uğurlarına sevinirəm. Çünki Rəşad Sadıqov kimi məşqçi yetişir orada. Yetişir də deyirəm, yəni o mənada ki, artıq təcrübə toplayır və daha böyük arenalarda hazır olacaq bir mütəxəssis kimi. Amma Turanla oyunda, Turanın başına nə oynaşdı hakim? Mən Əliyar Ağayevi çox bəyənirəm. Əliyar Ağayev Azərbaycanın öndə gedən hakimlərindən biridir. Amma elə bir səhv və gözünün qarşısında olmağı, başqa oyunlarda da epizodlar var ki, onları irəli çəkə bilər. Yəni bütün bunlar biraz insanı başqa tərəfə istiqamətləndirir. Yəni bilirsən necə? Mən indi məşqçiyəm. Mən məsələn deyə bilmərəm ki, tutaq ki, Əliyar Ağayev hansısa komandaya qarşı haqsızlıq elədi, tərəfkeşlik elədi, köməklik elədi bu tərəfdən məsələn qoy Zirə. Yəni Zirə Turan onsuz da əla mübarizə gedirdi də. Bu komandalar hakimin müdaxiləsinə bir ehtiyac yoxdur. Demirəm, bilə-bilə edib müdaxiləni. Əliyar Ağayev peşəkardır. Amma yəni təsir elədi o oyuna. Elə qərarlar olar. Yəni Ehtiram müəllimi yəqin müsahibəsini gördüm. Gördüm hə. Haqqımızı içməsinlər, oyunçuların haqqını içməsinlər. Bir il boyu əziyyətimizi gəlib bir gündə yerə vurulur. Bir tərəfdən düzdür, xoşa gəlməzdi ki, belə emosional müsahibə var. Amma digər tərəfdən də futbolun inkişafına bir təkandır. Ən azından etiraz edən var. Ən azından sözünü deyən var ki, qardaş, uşaqlara bu heyfdir, bu kluba canlı qoyur hamısı. Yəni nəyə görə? Onsuz da Zirə elə bir səviyyədə klubdur ki, həmin o epizodlara ehtiyac yox idi. Zirə bəlkə də belə də keçəcəkdi. Amma bu epizodlar mane oldu da gözdən saldı həmin oyunu. Əlbəttə ki, yəni hakim də o da insandır. Biz də mən özüm də elə oynayan vaxtı, meydançada olan vaxtı, futbolda vaxtı. Bu cavabı deyirdim, bilirdim belə cavab verəcək.